İctimai Birliyinin Azərbaycan Respublikası qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Agentliyinin mali dəstəyi ilə şəhər dairələri və müharibə iştirakçıları ilə iş adlı layihənin icrasına izin yarışmışıq və bugünkü tədbirimizdə oyundan ibarətdir ki, biz qazilərimizlə, şəhər dairələri ilə görüşlərimizi keçirik, onların sosial və hüquqi məsələləri ilə bağlı dəstək olmağa çalışırıq. Eyni zamanda onların döyüş yolları haqqında sizlərə məlumat vermək, onların tanıtmaq, ictimaiyyətə eyni zamanda sizlərin tanınması çox vacibdir. Değerli ve şagird heyəti, önce sizin hər birinizi salamlayıram, hər birinizi xoş gördük. İndi isə dövlətimizin suverenliyi, ərazi bütövlüyünün bərpası yolunda canlarından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilir. Bilirsiniz ki, bugünkü gün bizi həmin şəhidlərimizə, həmin rəşadətli ordumuzun böyükçülərinə, bu müharibə iştirakçılarına, qazilərimizə borçluyuq. Ona görə də bu həm Birinci Qarabağ, həm İkinci Qarabağ iştirakçısı, həm də eyni zamanda təşkilatının həm sədri, nümayəndə Bəxtiyar Hüseyevə də söz verib. Salam. Hörmətli tədbirçisi rəftarları, hamınızı mən burada salamlayıram və burada bizim şəhid anaları, şəhid ailələri, onların qarşısında baş əyirəm, Allah onların canı sağ eləsin. Bizim burada həm Birinci Qarabağ müharibəsində, həm İkinci Qarabağ müharibəsində Azərbaycan torpaqların suverenliyi, müstəqilliyi uğrunda canından keçmiş, qanından keçmiş döyüşçülərimiz var. Onlar da sizə yəqin ki, öz deyiləsi sözləri var, biz onları sizə təqdim edəcəyik. Bugün burada 5-ci Qərbi Tabutun komandiri Gəlay Əsədov var. Gəlay mənimlə də bir alqışlayaq. Bizim Qasımov Rüzvan var ki, onun özü ikinci qrup Qarabağ əlli və qardaşı Qulam qardaşı ondan sonra Abbas Mikail Muharsi,
Seremoniyanın başlayanın hamımız faaliyetini. Ölçüm yanımızda mayor, etrafta olan mayor, karşılıklı olan mayor, mayorla karşı Seremoniyanın arasında farklı edilmen hamımız faniyesiniz. Onun ile bir de bakın sizler de almışlasınlar. Bizim analarımızın en büyük almış olarak şu. Onların Allah'ın hesabı bugün Allah daha sandı. Torpakların üzerinde inşallah onlara da teşekkür ederim. Çok sağ olun. Allah dileğimimiz sizlere birlikte olur. Engellerimiz edersin. Bizim öğrencimizi, gençler her biri bilmelidir. Bizim milli kahramanımız sizlere birlikte olur. Nice şehit oldu. Yani ona bir yere değil Qarabağ ilmənlərində, amma deyil, vaxtlara qədər yəni təslim olub, nə qədər deyilən olmuşsa, sözün axıra qədər deyil ki, Qarabağ Azərbaycandır, eləyən şəhid olub. Allah qənimlərin rəhmət eləsin, ruhunu şad eləsin. Əvvəl qardaşlarımız getdi, şəhid oldu, sonra da bizim bağlarımız, onların yarımçı qoyduğu işi başa saxladı. Şükür bugünkü günə ki, Qarabağımız azaddır. Bugün Qarabağımızda rəngli bayrağımız dalgalanır və bütün dünyaya bütün Qarabağımız tanınır. Allah bir daha bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, ordumuzu qorusun. İnşallah tezliklə bütün şəhidlərimizə tapılsın, gəlsin, rəhmət olsun və onların da gözü yoldan yorulsun. Çok sağ olun, teşekkür ederim. Sizi hər birinizi salamlayıram. Şəhid Rəfiqəli Zanədən anısıyam. Hər birinizi xoş gördük. Şəhidimiz, milli qəhrəman, qardaşımız Səfər Behbudov bu gündən anı olacaktır. Mənə Qarabağ şəhid anısının dediyi kimi, Səfər Behbudov dünyada ona verilən Allah tərəfindən ən şirin neymətini, canını bizlər, sizlər üçün qurban verilir. Bu bizim, yəni o vaxtı bizim ağlarımız Bərdə üçün, Azərbaycan üçün ən ağır, ən acı bir xəbər idi. Sizlərin hər birisinin bunu bilməsini mən çox canlı könüldən istərəm. Səfər Behbudovun adına olan rəhbərdə Xıdır Ərəşqın Arifoğlu. O da bu rəhbərin məzunu olur, o da bu rəhbərin şagirdi olur. Canla, başla məktəbi bitirəndən sonra getdi əsgərliyə şəhid oldu. Qəhrəmancasından şəhid olmuş olanlarımızın Allah yeri cənnət eləsin, ruhu şad olsun. Bak 20. de bizim büyük gəlibimiz oldu. Sonra qısas əməliyyatı, antiterror əməliyyatı, Süreyyimiz bərpa olundu və nəhayət Xan kəndində seçkilər də keçirildi və Süreyyimizin tam bərpası, prezidentimizin orada çıxışı. Yəni bu bizim doğrudan da 300 ildə qazanmadığımız qələbələr idi. Və bunun da təbii ki, mənbəyində bizim şəhidlərimiz, qazilərimiz, şəhid valideynlərimiz və döyüşlərimiz. Allah şəhidlərimizə rəhmət eləsin. Milli qəhrəman Səfər Behbudov, bütün Bərdən milli qəhrəman, bütün Bərdən şəhidlərinə Allah rəhmət eləsin. O döyüş yolundan danışmaq çox ağırdı, onun için danışa bilməz. Bəzən bəlkələr o döyüş gözləyənlər də danışamıyor. Amma bizim üçün ağırdır. Hətta bu şəhidlərin qarşısında danışmaq biraz o da daha ağır. Allah rəhmət eləsin bütün şəhidlərimizə. Sağ olun. Mən iki şəhid Yusuf Əhmədoğlu Aksiyam. Mənim qardaşım Yusuf Əhmədoğlu 94-cü ildə Kərbəzə oxuna gedən döyüşlərdə ikiyə düşüb. 32 ilə keçib hələ də ondan bir xəbəri yoxdur. Burada biz var qardaş, burada qardaşlarımız oturur, itirlərimizin axtarışını davam elətdirirlər. Mən ümid edirəm ki, mənim qardaşım timsalında iki düşən qardaşlarımın inşallah tapılar, inşallah. Allah şəhidlərimizə rəhmət eləsin. İnşallah Allah necə deyirlər, Ali Başqanımızın canı sağ eləsin. İndi elə bir dövr ki, bilirsiniz mi, bu itkinləri hər gündə qeyd elədim. Aksız məzarlar vardı. Onların hansı məzarlar açıldı, onların hansı ailələrə təqdim olundu.
Elə bir iklimiz yoxdur ki, onların hamısı tapılmasa, hamısı tapılacaq. Sahip var olmanızı. Büyük bizi çağırdığınız için teşekkür ederim. Allah bu şeylerden emek ederse. Ama Allah bu şekilde taşımak, ama taşımak doğrusu. Biz istedik ki eşraf şeyler unutulmasın. Allah gazilerine can sağlık versin. Yerine kalan Allah'ın hamsın, vaktiyle hoşuna gidiyorsun. Eşraflarına da ağlamasın. Sağ ol.